Müəllimlər, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi artıq sertifikasiya imtahanlarının 3-cü günüdür və imtahanda iştirak edən müəllimlərimiz var. İmtahandan çıxırlar, yadda qalan mövzular üzrə sualları bizimlə paylaşırlar və mən də sizlərlə paylaşıram müəllimlər. Videonu bəyənək, paylaşaq, kanala abunə olaq ki, yadda qalan suallar bu kanalda paylaşılacaq. Başlayaq. Deməli, müəllimlərimizin dediyi sualları burada paylaşırıq. Əlbəttə ki, bunu hər dəfə vurğulayıram. Düşən mövzular istiqamət təxmini inteqrasiyadan olubdur. Məktəb daxili qiymətləndirmədən suallar görülübdür. Sonra bullying olubdur. Planlaşdırmadan bir sual olubdur. Taksonomiyadan 2 sual düşübdür. Baxağın görüm, yadda qalan suallar necə olubdur. Deməli, deyir ki, şagirdlər arasında konflikt baş verir. Müəllimin atacağı addım nə olar? Yadda qalan variantda müəllimin götürdüyü variant da olubdur, düzgün variant. Şagirdlərlə fərdi söhbət aparmaq, indi orada yəni ən uyğun variant bu olubdur. Fərdi söhbət aparmaq həmişə ən düzgün variantdır ki, yəni şagirdlərlə fərdi söhbət aparmaq lazımdır. Sonra məktəb daxili qiymətləndirmədən, summativdən də, formativdən də deyir müəllim sual düşübdür. Summativ qiymətləndirməyə aid olanı istəyibdir və summativ qiymətləndirməyə aid fikir kimi müəllimimiz götürüb təlimin təşkili işinin səviyyəsini müəyyənləşdirir. Bəli, ən düzgün cavab budur. Sonra formativdən bir sual olubdur. Deməli, qiymətləndirmənin məqsədi şagirdi inkişaf etdirmək və qarşıya qoyulmuş məqsədə çatdırmaqdır. Bəli, formativ qiymətləndirmə hər gün müntəzəm şəkildə aparılan bir qiymətləndirmədir. Məqsəd nədir? Sinifdəki bu şagirdləri inkişaf etdirmək, qarşıya qoyulmuş məqsədə çatdırmaqdır. Taksonomiyadan dediyim kimi 2 sual olubdur. Müəllimlər tam şəkildə xatırlamır. Biri anlamaq mərhələsi ilə əlaqəli sual olubdur. Bir dənəsi də tətbiqə uyğun sual düşübdür müəllimlər. Deməli, bir də sual gündəlik planlaşdırmaya aid deyil. Diqqətli olaq, aid olmayan istəyibdir gündəlik planlaşdırmaya. Variant bu variant olubdur. Tədris vahidinin nə zaman və hansı ardıcıllıqla tədris ediləcəyini göstərən illik planlaşdırmaya daxildir bu. Gündəliyə bu daxil deyil. İllik planlaşdırmaya daxil olan fikirdir və aid olmadığına görə müəllimimiz də bu variantı seçibdir. Ümid edirəm ki, bu izah sizin üçün faydalı oldu müəllimlər. Davamı olacaq. Kanala abunə olun, izləmədə qalın müəllimlər. Təşəkkür edirəm diqqətiniz üçün.